Avtomobillərin hər birimizin həyatında xüsusi rolu var. İşə və ya hər hansı bir mənzil başına gedərkən yolumuzu avtomobillər vasitəsilə qısalda bilirik. Bəs görəsən, bu nəqliyyat vasitəsinə yetərli şəkildə qulluq olunurmu? Ətraflı növbəti sujetdə. Avtomobillər də insanlar kimi qulluq tələb edir. Belə ki, bu nəqliyyat vasitəsinin sahibləri vaxtlı-vaxtında onları texniki baxışdan keçirməli, nasazlıqlarını yerindəcə aradan qaldırmalıdırlar. Avtomobil çilingəri hər gün istifadədə olan avtomobilin 20 gündən bir usta nəzarətindən keçirilməsini məsləhət görür. Tormozun şlanklarıdır, sonra stupica paçemliklərdir, tiyaqa sistemidir, levoy sistemlərdir. Bunların hamısına ustanın nəzarətindən keçməlidir. Gündəlik sürülən maşında heç olmasa 20 gündən bir də olsa usta nəzarətindən keçirilsə yaxşı olar. Tam etibarlı sayılar. Çilingər onu da bildirdi ki, sürücülər maşınlarını avtoyuma məntəqəsinə apararkən əyləc diskini suya salınmasına yol verməməlidirlər. Qabaq əyləşdi bu. Tormuz sistemindən istifadə edəndə bu qızır. İstilik yaranır, güclü istilik yaranır. Onu qorumaq lazımdır, yəni o istilik yaranan vaxtı onu çalışıb suya salmamalısınız. Yəni suya düşməməlidir ki, o su qızmış dəmirdir, suya düşən kimi deformasiya verir, əyilir və əyləşdən istifadə edəndə başlayır maşında titrəyiş yaratmağa. Ona görə də o işlərdən, misal üçün, maşını da sürürlər, sonra birbaşa gedir maşın avtoyumaya, orada dayandırırlar, dayanan kimi də yuyucular birbaşa təkərdən başlayır. Çilingər avtomobillərdə mühərrikin yağına mütəmadi olaraq nəzarət edilməsini vacib şərtlərdən hesab edir. Mən indi mühərrikin yağına baxacağım. Görürsünüz, yağ qaralıb. Bu sap-sarı olmalıdır. Sarı olmalıdır və bu yağın normasını göstərən şub deyirik biz buna ustaların dili ilə. Yağı əlində belə çəkirsən, sürüşkən olmalıdır. Yağ nə qədər sürüşkən olsa, bir o qədər mühərrikə ziyan vermir. Ancaq görürsünüz, birdən yaddan çıxır və yaxud bəzi sürücü yoldaşlar var ki, gecikdirir, o da mühərrikə ziyan verir. Çilingər onu da məsləhət gördü ki, sürücülər avtomobillərini ehtiyat hissələri alarkən diqqətli olmalıdırlar. Yalnız standartlara uyğun orijinal mallara üstünlük verməlidirlər. Şahin Qurbanzadə, Samir Mirzəliyev, Mingəçevir.